Bu yaxınlarda bəzi telekanallar və jurnalistlər Bakıda məscidlərin birində cümə günü sıxlıq nəticəsində bir neçə nəfərin küçədə namaz qılmalarıyla bağlı reportaj hazırlayıblar. Güya ki, sürücülər, sakinlər şikayətçidir, narazılıq eləyir və s. və ilahi. Halbuki, əgər həqiqətən də doğrudan da sürücülərimizin, vətəndaşlarımızın belə bir qayğısına qalırlarsa, həmən jurnalistlər, telekanallar, onda buyursunlar, saatlarla hansısa bir məmurun və nazirin harasa getməsi nəticəsində yolların bağlı olmasından danışsınlar. Və yaxud da ki, Azərbaycana və Azərbaycan cəmiyyətinin 90%-nin maraq duymadığı, lazımsız bir Formula 1 yarışları nəticəsində həftələrlə ölkədə yolların bağlı olması, tıxacların yaranması və saatlarla sürücülərin tıxaclarda qalmasından reportaj hazırlasınlar. Və yaxud da ki, yolların daraldılaraq, səkilərin zəbt olunaraq, hansısa deputatın, nazirin, icra başçısının obyektlər tikməsini həmən bu jurnalistlər və telekanallar tənqid etsinlər. Çünki ən böyük problem də, ən böyük sürücülərin narahatçılığı da məhz budur. Sürücülər məhz bu nazirlərin, deputatların, icra başçılarının qanunsuz fəaliyyətləri nəticəsində saatlarla tıxacda qalır. Yəni, əgər göstərmək istəyirsinizsə, çəkiliş çəkmək istəyirsinizsə, bu problemlə danışın, bunu işıqlandırın. Yoxsa 3 dəqiqə, bir namaz 3 dəqiqə sürür. Hansısa bir 5-10 nəfərin 3 dəqiqə ərzində yolda namaz qılmasından mən düşünmürəm ki, hansısa bir sürücü narahat olsun. Hansısa sürücü bundan şikayət eləsin. Çünki həmən sürücü bir başqa oliqarxa görə, nazirə görə saatlarla başqa bir ərazidə tıxacda qalır. Yəni 1 saat, 2 saat, 3 saat hansısa bir nazirin günaha ücbatından tıxacda qalan bir sakin, bir sürücü inanmıram ki, bu qədər ağılsız və cahil ola ki, 3 dəqiqə, 4 dəqiqəyə görə hansısa bir sıravi bir vətəndaşın namaz qılmasına görə qaldığı tıxacdan şikayətlənsin. Bu məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, əgər doğrudan da bu bir problemdirsə, bunun da çox sadə bir çıxış yolu var. Əgər məsciddə demək ki, namaz qılanların sayı o qədər çoxdursa, o qədər İslama axın Azərbaycanda çoxalıbsa ki, məscidlərdə artıq namaz qılmağa yer belə yoxdur, demək ki, bunun bir sadə həll yolu var. Yeni məscidlər tikilməlidir. Və yaxud da ki, hazırda tikili vəziyyətdə olan, amma fəaliyyəti olmayan, imam təyin olunmayan və yaxud da ki, təmir adı ilə bağlı olan kifayət qədər Bakıda məscidlər var ki, hələ də fəaliyyət göstərmir. Demək ki, həmən məscidlərin açılmasına ehtiyac var və həmin məscidlər də açılarsa, fəaliyyətə başlayarlarsa, bu cürdə problemlər də aradan qalxar.